Hantavirus səbəbilə 42 günlük karantin elan olunub. Amma Amerika Birləşmiş Ştatlarında ümid edirik ki, ölkəmizdə baş verməyəcək. Detalları bilmək üçün isə bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Bakı və Xankəndində tibbi konqreslər keçirilib. 12 may Beynəlxalq Tibb Bacıları Günüdür. Yeni virus səbəbilə 42 günlük karantin qərarı. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi açıqlama. Son 3 ildə onlarla kişi yoldaşının soyadını götürüb. Ədliyyə Nazirliyindən məlumat. Diabet ən çox ayaqları vurur. Fleboloq müayinəsi niyə vacibdir? Melanomadan necə qorunmalıyıq? Mütəxəssis məsləhətləri. Bakı və Xankəndində tibbi konqreslər keçirilib. Təbibin dəstəyi, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Asiya Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə Bakı və Xankəndi şəhərlərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 2-ci Milli Konqresi, 13-cü Avrasiya Tibb Konqresi, Asiya Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyətinin 2-ci Bakı konfransı, Beynəlxalq Bariatrik Klubun Bakı sammiti, həmçinin cərrahiyyə üzrə tibb bacılarının 2-ci konqresi və 14-cü Bakı Beynəlxalq Tibbi Trening günləri keçirilib. Tədbirlərdə ölkənin görkəmli alimləri, tibb müəssisələrinin rəhbərləri, həmçinin 15-dən çox ölkədən dəvət olunan 80-ə yaxın beynəlxalq ekspert və 70 nəfər yerli mütəxəssis iştirak edib. Açılış tədbirində Bakı şəhərində fəaliyyət göstərən ondan çox tibb müəssisəsində icra olunan 15-dən artıq cərrahi əməliyyat konqres zalına canlı translyasiya edilib. Bununla yanaşı 200-ə yaxın iştirakçının qatıldığı və minimal invaziv, laparoskopik, robotik və digər müasir cərrahi yanaşmalar kimi 15 müxtəlif ixtisas üzrə praktiki treninqlər və ustad dərsləri təşkil olunub. Konqreslər çərçivəsində 20-dən çox plenar iclas təşkil edilib. Tibb tarixi və səhiyyənin digər mühüm sahələrini əhatə edən mövzular müzakirə edilib. Hantavirusa yoluxmaq gəmiricilər vasitəsilədir, bilirsiniz və Amerika məhz bu virusa görə də karantin elan edib. Mən bugün terapevt, həkim Əfsanə Bayramovanın qəbulunda olanda soruşdum ki, necə etməliyik ki, özümüzü qoruyaq. Bir sıra məsləhətlər verdi, sabah bu barədə detallı xəbər verəcəm. Amma ən yadımda qalan maraqlı detallardan biri bilirsiniz nə oldu? Dedi ki, bir neçə il əvvəl pasiyentimiz hantavirusa yoluxmuşdu. Və səbəbini tapa bilmirdik ki, gəmiricilərlə harda təmasda ola bilər. Məlum oldu ki, sən demə, energetik içkilər içirmiş və həmin tənəkə qutuların üzərində sıçanların yumurtalıqları var imiş və yaxud da bilmirəm, onların virusları keçibmiş ora. İstənilən halda nəyi mağazadan alırsınızsa fərqi yoxdur, dəmirdir, plasmasdır. O dəqiqə ağzınıza ötürməyə çalışmayın. Çünki ambarlarda bəzən aylarla, bəzən illərlə saxlanılırlar və bəzən həmin bu əşyaların üzərində sıçanlar yuva belə qururlar. Ona görə də nə alsaq mağazadan mütləq yuyub təmizləyirik. Bilirəm, girişimiz çox uzun oldu, amma daha bir virus dünyada miqyaslı təlatümlər və əsəb pozmalar yaratmadan bəri başdan özümüzü qorumağa başlamalıyıq. İspaniya hakimiyyəti və Ümumdünya Səhiyyə Təşkilatı Tenerifedə MY Hondios kruiz laynerində aşkarlanan hantavirus infeksiyası ilə bağlı geniş miqyaslı beynəlxalq əməliyyata başlayıb. 3 nəfərin ölümü ilə nəticələnən epidemiya səbəbindən sərnişinlərin təxliyəsinə start verilib. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Ghebreyesus Tenerifeyə gələrək vəziyyəti yerindəcə qiymətləndirib. Jurnalistlərə açıqlama verən baş direktor əhalini sakitliyə çağırıb. Bu ikinci bir COVID-19 dalğası deyil. Ümumi əhali üçün risk səviyyəsi olduqca aşağıdır. İnsanların qorxmasına və panika yaşamasına heç bir əsas yoxdur. Gəmi ilə əlaqəli ümumilikdə 8 yoluxma halı qeydə alınıb. Aparılan laboratoriya analizləri nəticəsində 6 nəfərdə hantavirusun ştamı təsdiqlənib. Mayın 2-dən yeni ölüm halının qeydə alınmaması müsbət göstərici kimi qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatının epidemiya və pandemiya məsələləri üzrə direktoru qeyd edib ki, virusun inkubasiya dövrünü nəzərə alaraq bütün sərnişinlər 42 gün müddətində aktiv tibbi müşahidə altında saxlanılacaqlar.
Dəridə xallar əmələ gəlirsə, artıq kifayət qədər narahat olmaq üçün əsas var deməkdir. Mütləq dermatoloqa gedib yoxlatmaq lazımdır. Mənşəyi nədir, xüsusilə də ölçüsü və yaxud da həcmi böyüyürsə, kifayət qədər narahatlığa əsas var. Bu barədə kosmetoloq, dermatoloq Leyla xanım Bursu danışıb. Baxaq. Melanomadan necə qorunmalıyıq? Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə melanoma bütün onkoloji xəstəliklərin 3-4%-ni təşkil edir və hər il dünyada 200 min yeni yoluxma qeydə alınır. Proqnozlar göstərir ki, yaxın 10 illikdə bu rəqəm daha 25% artacaq. Mütəxəssislər xəbərdarlıq edir ki, xəstəliyin əsas səbəbi olan ultrabənövşəyi şüalardan qorunmaq artıq seçim deyil, bir zərurətdir. Bu haqda dermatoloq, kosmetoloq Leyla Bursu STV xəbərə danışıb. Xalları və ya törəmələri xərçəngə keçmir. Görünüş olaraq papilomalar da xatırladır əslində. Digər adı ilə akrokardon deyirik ona. Bunlar məsələn tam xoş xassələr törəmələrdir və bir çox səbəbləri var əslində. Onun başlanğıcda hormonal səbəblər, məsələn hamiləlik dövründə çıxırlar, onlar əmələ gələ bilir. Və ya bəzi hormonal xəstəliklərdə, yəni dəri və hormonal xəstəliklərdə daha çox ola bilirlər. Doktor müayinə prosesi haqqında da məlumat verib. Dermatoloji müayinə elədi ki, çox zaman biz bədənin bir müəyyən yerini yox, tam müayinə eləməliyik əslində. Ən çox da ki, xal nəzərdə tuturuqsa, hər bir xalı dermatoskopla baxmaq məsləhətdir. Çünki elə ola bilər ki, yəni hətta normal xal zamanla bədxəssəliyə keçə bilsin. Ona görə tam müayinə olunsa, bədənin hər bir yerində başdan tutmuş, ayaq altına qədər müayinə olunsa daha yaxşı olar. Beynəlxalq qaydalara əsasən bədəndəki xallarda asimetriya, kənarların kələ kötürlüyü, rəng dəyişikliyi və ya diametrin 6 mm-dən böyük olması şübhəli məqamlardır. Əgər bir xal son 2 ay ərzində sürətlə dəyişirsə, vaxt itirmədən mütəxəssis müayinəsindən keçmək şərtdir. Ayaq amputasiya olanda, barmaqlar kəsilib atılanda bütün şəkər xəstələri kaş ki, vaxtında gedəydim həkimə deyir. Siz o kaşkiləri deməmək üçün mütləq həkim müayinəsindən vaxtında keçin. Şəkər xəstəsisinizsə bir neçə həkim var ki, mütəmadi onların qəbulunda olmalısınız və onların nəzarətində olmalısınız. Professor Fəttah Bur isə bizə detallı izah edir. Nəyə görə ildə bir neçə dəfə məhz fleboloq yanına getmək vacibdir? Diabet ən çox ayaqları vurur. Ayaqlarda keymə, yanma, şişkinlik, qıcolma, rəng dəyişikliyi və sağalmayan yaralar təhlükəli siqnallar hesab olunur. Vaxtında müdaxilə edilmədikdə diabetik ayaq sindromu, trofik yaralar və ağır hallarda amputasiya riski artır. Diabet xəstələrinin ildə neçə dəfə fleboloq və ya damar cərrahı müayinəsindən keçməlidir ki, yara və ya amputasiya riski olmasın. Sualımızı cərrah fleboloq professor Vüqar Fəttahpur cavablayır. Azərbaycanda profilaktik tip, baxmayaraq ki, bütün ölkələrdə, inkişaf etmiş ölkələrdə həm dövlət tərəfindən xərclənən pul birinci növbədə xərclənir profilaktik təbabətə. Hətta bəzi ölkələrdə, deyək ki, qayda ilə şəkərli diabeti olan pasiyent ildə bir dəfə ayaq müayinəsindən keçməlidir. Yəni, diabetik neuropatiyanın və yaxud da angiopatiya dəyərləndirilməlidir. Bəzi ölkələrdə, inkişaf etmiş ölkələrdə hətta pasiyent ildə bir dəfə yoxlamaya gəlmədiyi zaman növbəti yoxlanışlara gəlməkdən sığortası ləğv olunur. Çünki hər yerdə icbari tibbi sığorta aktiv fəaliyyət göstərir və bu işlər əslində pasiyentin özünün şəxsi vəsaitinin deyil də, sığorta vəsaitinin hesabına olmalıdır və icra olur da. Bizdə bir qədər durum fərqlidir, təbii ki, amma dediyim kimi, profilaktik təbabət ən önəmli bir meyardır və ən önəmli mərhələdir. Hər bir şəkərli diabeti olan pasiyent ildə bir dəfə ayaq müayinəsindən keçməlidir. Diabetik neuropatiyanın və angiopatiyanın mövcudluğunun və yaraların əmələ gəlmək riskinin dəyərləndirilməsi baxımından. Professor Fəttahpur diabet xəstələrinə ayaqlarda yaranan ən xırda dəyişikliyi belə diqqətsiz qoymamağı tövsiyə eləyir.
Ölkəmizdə yeni dəb var. Artıq kişilər həyat yoldaşlarının soyadını götürür. Bəli, bəli, yanlış eşitmədiniz. Bu nəyə görə belədir, bilmirəm, amma istənilən halda mənim özümə belə çox çətin gələn məsələdir. Hərçənd bilirsiniz, mayın 8-dən etibarən rəsmi olaraq Amerika hökuməti yad planetlərin olmağını açıqladı, onlarla bağlı görüntüləri yayımladı. Buna baxmayaraq yenə də kişilərin qadının soyadını götürməyi çox qəribə gəlir. Son 3 ildə onlarla kişi yoldaşının soyadını götürüb. Azərbaycanda nikah zamanı həyat yoldaşının soyadını qəbul edən kişilərin sayı açıqlanıb. Bu barədə məlumatı Ədliyyə Nazirliyi yayıb. Bildirilib ki, 2026-cı ilin ilk 3 ayı ərzində 6 kişi nikaha daxil olarkən həyat yoldaşının soyadını qəbul edib. Rəsmi statistikaya əsasən əvvəlki illərlə müqayisədə bu göstəricidə azalma müşahidə olunur. Belə ki, 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikah zamanı həyat yoldaşının soyadını götürüb. Qanunvericiliyə əsasən nikah qeydiyyatı zamanı tərəflər qarşılıqlı razılıq əsasında ümumi soyad seçə və ya hər kəs öz soyadını saxlaya bilər. Azərbaycanda ənənəvi olaraq qadınların həyat yoldaşının soyadını qəbul etməsi daha geniş yayılsa da, son illər fərqli seçim edən cütlüklərin sayı da diqqət çəkir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.